Məziz izləyicilər, bugün sizinlə təbiət 5-ci sinif iş dəftəri 1-ci hissə səhifə 30-dan 36-ya qədər bütün tapşırıqların izahını sizə verəcəm. Gəlin indi başlayaq. İş vərəqi 1. Maddələrin həcm və kütləsini ölçək. Sual 1. Verilmiş sözlərdən istifadə edərək mətni tamamlayın. Yer, maye, hal, kütlə. Maddə kütləyə malikdir və fəzada yer tutur. Onun 3 halı mövcuddur. Bərk, maye və qaz. Deməli, birinci boşluğa kütlə, ikinci boşluğa yer, üçüncü boşluğa hal, dördüncü boşluğa isə maye cavabları gedir. Bu şəkildə yazacağıq. İndi keçək tapşırıq 2-yə. Cisimlər və maddələri dik işarəsi ilə fərqləndirin. Cisim, maddə. Karandaş cisimdir, karbon qazı maddə, alüminium qaşıq cisim, xörək duzu maddə, oksigen maddə, şüşə stəkan cisim, su maddə, gümüş üzü isə cisimdir. Bu şəkildə qeyd edəcəyik. Sual 3. Azər plastilinin həcmini ölçmək üçün ona ip bağladı və içərisində su olan menzurkaya daxil etdi. Azər suyun səviyyəsində hansı dəyişikliyi müşahidə etdi? Suyun səviyyəsinin artdığını və ya suyun həcminin artdığını müşahidə etdi. Sonra B variantında o plastilinin həcmini necə ölçdü? Su əvvəl 40 ml-dir. Pozanı ipə bağlayıb menzurkanın içərisinə daxil etdikdə isə suyun həcmi artdı və 55 ml oldu. Buna əsasən də plastilinin həcmini ölçdü. Bu şəkildə yazacağıq. Sonra keçək sual 4-ə. Nigar çubuqdan açılmış və tarazlıq vəziyyətində olan şarlardan birini sancaqla partlatdı. A variantı. Şarlardan biri partladıqda çubuğun vəziyyətində hansı dəyişiklik baş verəcək? Bir şar partladıqda çubuq tarazlıqdan çıxacaq və partlamamış şar daha ağır olacaq. Yəni ki, tərəzinin çubuğu partlamamış, içərisində hələ də qaz olan şar tərəfə əyiləcək. B variantı. Bu dəyişikliyin səbəbini izah edin. Çünki partlayan şarın içərisindəki hava çıxır və onun kütləsi azalır. Beləliklə, digər şar daha ağır olur. Cavabı bu şəkildə yazacağıq. Sonra keçək növbəti suala. Leyla içərisinə qazlı meyvə suyu olan bankanın kütləsini tərəzi ilə ölçür. Daha sonra bankanı açır, 2 saat sonra açıq bankanın kütləsini yenidən ölçür. Sizcə bankanın əvvəlki kütləsi ilə açıldıqdan 2 saat sonra kütləsi arasında necə fərq olacaq? Deməli, açıldıqdan 2 saat sonra bankanın kütləsi azalacaq. Dəyişikliyin səbəbini izah edin. Çünki qaz bankadan çıxır və bu zaman ümumi kütlə azalır. Təcrübədən hansı nəticəyə gələ bilərik? Qazlar xüsusi kütləyə malikdirlər və onlar hansısa qabın içərisinə qoyulduqda və həmin qabın qapağı açıldıqda onlar itə bilər. Bu şəkildə yazacağıq. Sonra keçək növbəti səhifəmizə. Mövzu 13. Bərk, maye və qazların fərqli xassələri. İş vərəqi 1. Bərk, maye və qazlar nə ilə fərqlənir? Sual 1. Aşağıdakı maddələrin hər birinin halını bərk, maye, qaz müəyyən edin. Xörək duzu bərk, hava qaz halındadır, qum bərk haldadır, tibbi spirt maye halda, su maye halda, helyum isə qaz halındadır. İndi keçək ikinci suala. Maddənin hallarının adlarını zərrəciklərin arasındakı məsafənin böyüklüyünə uyğun şəkildə sıra ilə yazın. Deməli, kiçikdən böyüyə doğru yazacağıq. Aralarındakı zərrəciklər məsafəsi ən kiçik olan bərkdir, sonra mayedir. Zərrəciklər arasındakı məsafə ən böyük olan maddənin halı isə qazdır. Bərk, maye və qaz şəklində yazacağıq sırayla. Sonra keçək növbəti suala. Bərk maddə və qazların oxşar xüsusiyyətlərini tik ilə işarələyin. Hər ikisi yer tutur, hər ikisinin kütləsi var, bu ikisi doğrudur. Hər ikisinin sabit forması var.
Xeyr, qazın sabit forması yoxdur. Hər ikisi sıxıla bilir, bərk maddələr sıxıla bilmir. Deməli, doğru cavabımız 1-2 olacaq. 1-2. Aha. Sual 4. Mayenin axıcılıq qabiliyyətinin səbəbi aşağıdakılardan hansıdır? A variantı zərrəcikləri sıx yerləşib, sonra B variantı zərrəcikləri nizamlı yerləşib, C variantı zərrəcikləri sərbəst hərəkət edir, D variantı zərrəciklər arasındakı məsafə çox kiçikdir. Doğru cavabımız olacaq C variantı zərrəcikləri sərbəst hərəkət edir. Nə üçün elə olur? Çünki biz bilirik ki, mayelərdə zərrəciklər bir-birindən biraz aralıdır və sərbəst hərəkət edir. Bu da onların axmasına səbəb olur. Ona görə doğru cavabımız olacaq C variantı. Sonra keçək növbəti suala. Qazlar üçün hansı ifadə doğru deyil? A variantı zərrəciklər bir-birinə aralı yerləşib və sərbəst şəkildə hərəkət edə bilir. Bizdən yanlış variantı istəyir. Deməli, A variantı doğrudur. B variantında zərrəcikləri arasındakı məsafə bərk və mayelərin nəzərən daha böyükdür. Bu da doğrudur. Sonra C variantı zərrəciklər nizamlı qaydada düzülür. Bu səhvdir, çünki qazlarda zərrəciklər nizamsız düzülür. D variantında yayılaraq verilmiş həcmi doldurur. Bu da doğrudur. Deməli, cavabımız olur C variantı. Aha. Sonra keçək sual 6-ya. Bərk, maye və qaz halında olan maddələrin xassələrini uyğun halın xanasına yazın. Hər bir xassə bir neçə sütuna yazıla bilər. Sual 1. Zərrəciklər nizamlı düzülür. Bu, bərk maddələrə aiddir. Ona görə 1-ə yazacaq. Bunu yazacaq bərk maddələrə. Sıxıla bilmir. Deməli, maye və bərk maddələr sıxıla bilmir. Sonra tutduqları qabın həcmini doldurur. Qaz, maye. Forması yoxdur, yenə qaz, maye. Zərrəciklər sıx yerləşmişdir, bərk maddələrə aiddir bu xüsusiyyət. Sıxıla bilmir, qaza aiddir. Müəyyən kütləyə malikdir, qaz, maye, bərk. Sıxıla bilir, deməli qaza aiddir. 7-ci də üçünə də aid olacaq. Deməli, zərrəciklər sərbəst hərəkət edir qaz mayedə, müəyyən həzmə malikdir maye bərkdə və zərrəciklər arasında məsafə çox böyükdür, qaza aiddir. İndi bunları da yazaq. Bu şəkildə yazacağıq. Gəlin, indi keçək növbəti suala. 7-ci sual. Çay suları əvvəlcə su anbarlarında toplanır. Sonra isə borular vasitəsilə istifadə etmək üçün mənzillərə ötürülür. Borular vasitəsilə suyun ötürülməsi onun hansı xassəsi ilə əlaqədardır? Borular vasitəsilə suyun ötürülməsi onun axıcılığı ilə əlaqədardır. B variantı. Qumu da borular vasitəsilə bir yerdən başqa yerə ötürmək olarmı? Fikrinizi əsaslandırın. Qumun borularla ötürmək olmaz. Çünki qum bərk maddədir və axıcılıq qabiliyyəti yoxdur. C variantı. Məişətdə istifadə olunan qaz mənzillərə necə ötürülür? Bu, onların hansı xassəsi ilə əlaqədardır? Qazlar borularla ötürülür, çünki onların zərrəcikləri sərbəst hərəkət edir və yayıla bilir. Gəlin, indi bu cavabları yazaq. Bu şəkildə yazacağıq. İndi keçək digər səhifəyə. Sual 8. X, Y və Z-ni dəmir parçası su və hava ilə uyğunlaşdırın. Deməli, maddə sabit həcmi var, xeyirdirsə Z. Z-yə gedir hava.
Sabit həcmi var, bəli. Müəyyən forması var, bəli. X-ə gedir dəmir parçası. Sabit həcmi var, bəli. Müəyyən forması var, xeyir. Y-də sudur. Yəni cavab olur C variantı. Keçək növbəti suala. Uyğunluğu müəyyən edin. Su sabit həcmi var, forması yoxdur. Sonra buxar sıxıla bilir. Buz zərrəciklər nizamlı düzülüşə malikdir. Sonra keçək 10-cu suala. Azər 2 eyni stəkanın birini qum, digərini isə su ilə doldurur. Sonra isə hər iki stəkanı eyni dərəcədə əyir. Birinci hansı maddə tökülür? Birinci su töküləcək. Bu maddənin hansı xassəsi ilə əlaqədardır? Axıcılıq xassəsi ilə əlaqədardır. Bu şəkildə yazacağıq. Sonra keçək növbəti suala. Nizat A şprisinin suyu ilə, Nigar isə B şprisini hava ilə doldurmaqla şprislərdə Porschenin vəziyyətini eyni ölçüyə gətirirlər. Sonra uşaqlar barmaqları ilə şprisin ucunu bağlayıb Porscheni irəli sıxmağa çalışırlar. Hansı şprisdə Porschenin irəli hərəkət edir? Deməli, B şprisində Porschen irəli hərəkət edəcək, çünki içi havadır və hava sıxıla bilir. Sonra təcrübəyə əsasən hansı nəticəyə gəlmək olar? Qazlar sıxıla bilir, amma mayelər sıxıla bilmir. Bu şəkildə yazacağıq. İndi keçək növbəti səhifəmizə. Sual 12. A, B və C şüşə qablarının içərisində müxtəlif hallarda olan su var. Hansı qablarda su bərk haldadır? Deməli, A və C-də su bərk haldadır. Hansı qabda su maye haldadır? C-də su maye haldadır. A və B bəndlərində cavabınızı bərk və maye halda olan maddələrin hansı xassəsinin fərqli olmasına görə əsaslandırdınız? Çünki bərk maddələrin forması sabitdir və biz görürük ki, A və B maddələri qabın içərisində sabit formada dururlar. Deməli, bərk maddələrin forması sabitdir. Hansı qabda olmasından asılı olmayaraq formasını dəyişmir. Mayelər isə qabın formasını alır. Ona görə də biz mayeyə C-ni yazdıq. Gəlin indi bunları yazaq. Bu şəkildə yazacağıq. Ondan sonra D variantından baxaq. A və C qablarındakı maddələrdən hansının temperaturu daha böyükdür? C, çünki oradakı buz daha çox ərimişdir və bu da onun daha isti olduğunu göstərir. Bugünkü dərsimiz bu qədər. Əgər videomu bəyəndisə like atmağı və kanala abunə olmağı unutmayın. Gələn dərslərdə görüşənədək sağ olun.